Kərbəlaya neçə gün yol getdilər, o yolda vacibi öz qaydasında riayət edirdilər. Xanım Zeynəb hətta müstəhəb namazlarını tərk eləmirdi. Gecələri gecə namazı qılırdı. İmam Hüseynin pənah yeri idi xanım Zeynəb. İmam Hüseyn əleyhissalam dəfələrlə Kərbəlada çətin vaxtı olanda gəlirdi xanım Zeynəbin yanına, deyirdi: "Bacı Zeynəb, mən gəlmişəm ki, mənə dua eləyəsən." Necə ki, dinin yaşamağının səbəbkarı İmam Hüseyndir, İmam Hüseynin qanıdır, İmam Hüseynin məktəbidir. İmam Hüseynin məktəbinin yaşamağının səbəbkarı da xanım Zeynəb və İmam Səccad əleyhissalamdır. Xanım Zeynəb ümmül məsaibdir, bütün o müsibətləri yaşadı. Allah lənət eləsin Ömər Sədə. O ki müsibət baş verdi, bir-bir şəhid eləyirdilər qardaşlarını, qardaşlarının balalarını. Çıxdı acıq verə-verə xanım Zeynəbə, dedi ki, necədir sənin üçün, nə görürsən burada? Xanım Zeynəb bilirsiniz nə dedi? Xanım Zeynəbin qeyrətinə, iffətinə canımız fəda olsun. Qalıqdı xanım Zeynəb dedi ki, "Ma ra'aytu illa cəmilə." Dedi, mən burada gözəllikdən başqa bir şey görmürəm. Bunların hamısı Allah yolunda canlarını fəda eləyibdilər. Ömər Səd, onlar bilmədilər neynəsinlər xanım Zeynəbin bu şücaətinin qarşısında.